dərsimizi əvvəlcədən, daha öncədən sizə məlumat verdiyim kimi, Dövlət İmtahan Mərkəzinə məxsusi olaraq 7-ci və 8-ci sinif şagirdləri üçün nəzərdə tutduğu dinlərə mətn nümunələrini həsr edəcəm. Mətni sizin üçün əvvəlcə ingilis, daha sonra ingilis Azərbaycan dilində oxuyub tərcümə edəcəm. Mətn əsasında sualların düzgün cavablarını siz tapacaqsınız. Elə isə vaxt bitirmədən nəyə keçirik? Mətnimizə keçirik. Read the passage and perform tasks 1 to 10. Mətni oxuyun və 1-dən 10-a qədər verilən tapşırıqları yerinə yetirin. Diqqətlə qulaq asın. Əvvəlcə mətni ingilis dilində oxuyacağım. Mətni ingilis dilində oxuyandan sonra tək-tək hər birinizdən mətnin nə haqqında olmağını soruşacağım. Daha sonra ehtiyac duysam Azərbaycan dilinə tərcümə edəcəm. Once there lived a rich man who had a lazy son. He wanted his son to be hard-working and responsible. One day he said to him, "Today I want you to earn money yourself. If you don't, you won't have your meals." The father's words scared the young man who didn't want to work. He went to his mother and asked for some money. The mother gave him a gold coin. In the evening, the young man gave the coin to his father. The father asked him to throw it away. The young man did as his father told him. The father was a wise man. He guessed that his son didn't earn the money himself. The next day, the young man went to the market to search for work. At least he earned $10. In the evening, when he returned home, he was very tired. He gave the money to his father. When the father asked him to throw the money away, he refused to do it. He said, "Father, I have been very tired, but you asked me to throw it away." The father smiled and said, "One is tired only when somebody wastes the fruits of his hard work." Now the son understood the value of hard work. Əziz şagirdlər, mətnin mənasından qismən də olsa kimlə başa düşdük? Ata ilə oğul arasında münasibət ola bilər. Aynur deyir ki, ata ilə oğul arasında olan münasibət. Vahid buyursun. Yəni, valilik üzrə, dünyanın valikası üzrə çətin işi, market işlətmə, hər hansı bir market işlətmə. Necə deyir, Vahid deyir ki, dünyanın valyuta məzənələri, ticarət, kommersiya bağlı, ticarətlə, kommersiya ilə də bağlı ola bilər. Pul qazanmaq üçün. Pul qazanmaq üçün. Vahid buyursun.